Bizim yaradılışımızın məqsədi nədir? Ləzzət almaq. Ləzzətimiz nədədir? Ləzzətimiz Allahla təmasda olmaq, Allahla münasibətdən ləzzət almaq, Allahın özündən ləzzət almaqdır. Hə? Allahla bəndə münasibətlərin keyfi nədədir? Əmr eləməsində. Əmr eləməsi bəndə Allah münasibətlərinin keyfidir. İnsan əmrlərdən zövq alır, ləzzət alır. Ne üçün? Çünki əmrlə hiss edir ki, sevilir. Allah bəndəsinə, Allahlıq məqamında sevgi elan eləmək istəyəndə əmr eləyir. Allahın sevgi elanıdır əmr. Bilirsiniz, o əmr eləməyəndə aşiq hiss edir ki, məşuq ona biganədir. Bu, bəlkə bu aləmə biz daxil olmamışıq, bizə yad sözlərdir bunlar. Amma bir qədər diqqətli düşünsəz, görərsiniz ki, əmrsizlik biganəliyə oxşuyur. Allah sevir Peyğəmbəri, əmri ən çox ona verdi. Gecə namazı sənə vacibdir, əmr eləyirəm, dur gecə namazı qıl. Güya ki, Peyğəmbərə Allah əmr eləməsəydi, qılmayacaqdı. Təba-təbaylara əmr eləmir, qılır. Əllamə qazilərə əmr eləmir, qılır. Peyğəmbər yatacaqdı, yox. Bunun başqa bir aləmi var, bu sevgi ifadəsi, sən mən başa düşməliyəm. Sən də qarışmaq istəyəndə ki, Allah, qoy Peyğəmbər yatsın, niyə əmr edirsən? Sən də ki, get çəkil qırağa, sən bu aləmə girmə. Bunun arzusu, bu hiss eləyir, əmr gələndə hiss eləyir ki, sevilir. Peyğəmbər əmrsiz diyana bilmir. Mən bunun əmr ehtiyacını ödəməklə məşğulam. Buna əmr verməklə əmr ehtiyacını ödəyirəm. Əmrə itayət elədikcə Allahın əzəməti bizim qəlbimizə daxil olur. Və yavaş-yavaş başlayırsan özündən həya eləməyə. Günah eləyəndə cəhənnəm odundan tez sənin yadına düşən olur ki, ayıb oldu, Allahın sözündən çıxdım. Xəzalət çəkməyə başlayırsan. İnsan o yerə çatsa ki, günah onun üçün çox həssasdır, dindarlıq o gündən başlayır. Ona qədər dindarlıq deyil, hələ hazırlıqdır. Günah edib etməməkdən mühüm, günahın bizə mühüm olmasıdır. Hələ eləyəcəksən, eləməyəcəksən, günahın bizə mühüm olması, günaha yanaşmamız düzəlsin, eləyib eləməmək sonra söhbət eləyərik. Bir nəfər bir günahı mənə görə tərk eləsə, ona elə ləzzət verərəm, elə ləzzət daddıraram ki, heç vaxt günahdan o ləzzəti almazdı. Sabahdan təcrübə edin, söz gəlir qeybət eləməyə, dinən ki olmaz. Birazdan sonra görəcəksiniz, nə içərdən ləzzət qaynayır. Amma qeybətdən şirin onun tərk olunmasıdır. Günahdan şirin onun tərk olunmasıdır. Həzrət Əvvəlfəz əleyhissalam təqvanın ali mərtəbəsində idi. O ki, diqqət elirsən, heç Allaha günah eləməyəsən. Gəlirsən bir yerə çatırsan ki, deyirsən, ay Allah, imamın razı olmadığı bir işi görməyim.